Herkese salam. Bugün yeni bir vloga başlayıram. Hal-hazırda üniversitete gedirəm və yoldayam. İstədim ki, bugün vlog çəkim. Düşünürəm ki, sizlər üçün də maraqlı alınır. Və gəldim üniversitetə. Dərsimizin başlamasına hələ biraz vaxt olduğu üçün biz qızlarla birlikdə bufetdə oturduq. Daha sonra isə burada tənəffüs vaxtı sizə kombinimi göstərirəm. Evdə çatdıra bilməmişdim deyə promo vlogu maşında başlamışdım. Daha sonra dərslərimiz başlayır. Dərs mühiti sizlər üçün sıxıcı olmasın deyə çox çəkmədim və artıq dərslərimiz bitib və biz birlikdə evə qayıdırıq. Evə gedəcəydik, amma yolda park gördük və dedik ki, burada biraz vaxt keçirək. Ümumiyyətlə, mən çox sevirəm parkda vaxt keçirməyi. Burada isə qrup yoldaşım mənim videolarımı və şəkillərimi çəkirdi. Ümumiyyətlə, çox bəyəndim çəkdiyi şəkilləri. Burada isə bizi görürsünüz. Bu mənim favori qrup yoldaşımdır, həm də parta yoldaşım. Daha sonra isə girdik Olivia'ya. Qrup yoldaşım özünə maskara alırdı. Mən də ona kömək elədim seçimləri. Kağız maskalar da endirmə düşüb. Axırıncı dəfə Arzumdan almışdım kağız maskalar. Evdə çoxdur da, indi almıram. Daha sonra isə mən də kart almalıydım. Kartımı da aldım, gəldim evə, yemək yedim və biraz dincəldim. Daha sonra isə iş görüşməmiz var idi və ora getdim. Burada isə sizə ətrafı çəkirəm. Gözəl söhbətlər etdik, çay içdik. Daha sonra isə yeməyə də qaldıq burada. Çox gözəl vaxt keçirdik. Eyni zamanda iş görüşməsi idi. Buradan da çıxandan sonra ətrafı sizlərə çəkirəm. Artıq gec saatları idi. Burada isə musiqi. YouTube'da musiqiləri paylaşanda sonra problem yaranır deyə sizlər üçün tam paylaşa bilmirəm. Daha sonra isə gəldim evə, özümə belə bir atışdırmalıq düzəltdim və dincəldim, çox yorğun idim. Bu arada qızlara onu da qeyd edim ki, əgər kanalıma hələ də abunə olmamısınızsa, abunə olsanız çox sevinərəm. Bugün də belə bitdi, növbəti vlogu isə sabahdan başlayıram. Səhər oldu və mən hazırlaşdım. Podruqamla birlikdə bugün vaxt keçirmək qərarına gəldik. İlk öncə gəldik bahar yarmarkasına. Hər gün buradan keçirik, amma hər dəfə deyirik, gələn dəfə gedərik, amma heç vaxt getmirdi. İlk öncə biz kumpiri yoxladıq, daha sonra isə belə bir dondurulmuş marojna mən çox bəyəndim. Ümumiyyətlə, mən yemişdim, çox bəyənirdim. Podruqam isə ilk dəfə yeyirdi və o heç bəyənmədi. Amma məncə çox gözəl dadı var, mən həqiqətən çox bəyənirəm. Daha sonra isə podruqam dedi ki, gəl takos yoxlayaq, amma heç dadını bəyənmədik və yedə bilmədik. Bundan sonra isə biz Korondok'a gəldik. Həqiqətən dadlı olan stendlərdən biridir. Bir neçə stend var ki, mən onların dadını çox bəyənirəm. O da bunlardan biridir. Yarmarkadan çıxdıqdan sonra isə gəldik bulvara. Buradakı gülləri sizlər üçün çəkirəm. Həqiqətən də çox möhtəşəm görünür. Daha sonra isə podruqamla zoruyla gəldik atraksiyonlara minməyə. Mən ümumiyyətlə bilirsiniz ki, belə şeylərə minmirəm. Çünki özümdən gedirəm və çox dəli oluram. Burada isə podruqam məni çəkib sizlər üçün adi görünə bilər, amma mən orada dəli olmuşdum. Huşumu itirməyə az qalmışdı. Çünki əlimdə telefon var idi və qorxurdum ki, düşər. Ümumiyyətlə mən axırıncı dəfə 11 yaşımda minmişəm belə atraksiyonlara. Onda da huşumu itirmişəm. Yəni dəli oluram, qorxuram, minmirəm. Amma ki, podruqam bu dəfə zorladı ki, gəl, balaca uşaqlar belə minir. Dedim, bu dəfə də özümü sınayım, bəlkə bu dəfə alınar. Yenə də alınmadı. Ümumiyyətlə, beynim telefon düşər fikrində qaldığı üçün beyin artıq işləyir. Onun üçün mən huşumu itirmədim. Çünki beyin işlək vəziyyətdə olanda, nə isə düşünəndə huş itmir. Amma çox qorxurdum və dəli olmuşdum. Daha sonra isə özümə gəldikdən sonra dodaq dolğusuna gəldik. Podruqam dolğu elətdirirdi. Burada sizlər üçün çəkirəm. Ümumiyyətlə çalışın, kosmetoloqunuz sizə hər bir şey məlumat versin, hər bir şey sizin yanınızda açsın. Dolğu belə olsa ətraflı məlumat verməlidir. Podruqamda ilk dəfə gəlirdi kosmetoloqa, ona da mən tövsiyə etdim və nəticəni çox bəyəndi. Before after çəkmişəm, sizlər üçün həqiqətən möhtəşəm alındı. Qeyd edim ki, hal-hazırda yarım qram dolğu vurulub, yarım qram isə 2 həftə sonra yenidən vurulacaq. Və daha sonra isə oradan çıxdıq. Podruqamla sağollaşdım və artıq evə qayıtdıq. Daha sonra Expargo'dan Trendyol sifarişlərimi götürdüm. Telefonun zaryadkası az olduğu üçün video çəkə bilmədim. İndi isə bunlar açıq. Pirast markasına ait belə bir üzüma gəlidi. Bunu mən bu markanın başqa bir məhsulunu alanda içərisində belə testerlarda hədiyyə qoymuşlar. Onu da sınadım və çox bəyəndim. Bu dəfə isə üzümə gəlin bitirdi və dedim bunu istifadə edeyim. Ən çox da onu bəyəndim ki, içərisində salisilik asid və niasinamid var. Bu dəfə isə belə bir testerlər qoyublar. Bunları da sevərək yoxlayacağım. Daha sonra isə Kremko'dan belə bir nəmləndirici sifariş etmişəm. Ümumiyyətlə bu markanı mən çox bəyənirəm. Instagramdan izləyirsinizsə görəcəksiniz. Mütəmadi olaraq istifadə edirəm və həqiqətən çox bəyəndiyim bir məhsuldur. Nəmləndiricidən sevdiyim özəllik də odur ki, yağlanma effekti vermir. Yəni bəzi nəmləndiriciləri vururam
Dərim yağ kimi görünür, makyaj altı falan. Bunda əsla belə bir şey yoxdur. Makyaj altı da istifadə edirəm. Həqiqətən makyaj gün ərzində çox qəşəng oturur. Bunun da içərisinə belə bir testerlər qoyublar. Bu serumdur. Bu isə üzümə gəldi. Bunları da yoxlayarıq. Daha sonra isə Bargello'dan belə bir ətir sifariş etmişəm. Ümumiyyətlə Bargello ətirlərini çox bəyənirəm. Hal-hazırda məndə evdə də var. Bu indi aldığımdan. Bunu açmayacağım. Çünki bu hal-hazırda var. Endirimdə görmüşkən mütləq alıram mən. Çünki qoxusunu həqiqətən çox bəyənirəm. Əgər pudramsı qoxuları sevirsinizsə, siz də bəyənəcəksiniz. Ümumiyyətlə bu markanı çox sevirəm, bütün nömrə ətirlərini. Amma bir nömrəli məncə 122-dir. Və sifarişlərim də bu qədər idi. Artıq istəyirəm ki, vlogu burada sonlandırım. Çox sağ olun ki, axıra qədər dinlədiniz. Gələn vloglarda görüşmək ümidi ilə.